Ney sağlamlıq nemətinə görə? Çünki sağlamlıq səssiz bir nemətdir. Səs almır, diqqət çəkmir, amma gedəndə insanın dünyası daralır. Rahat nəfəs almaq, ağrısız qalxmaq, öz ayağında yerimək, başqasına möhtac olmamaq, bunların hər biri böyük bir nemətdir. Çox vaxt sağlam ikən bunu xatırlamırıq. Amma bir gecəlik ağrı belə insana nə qədər aciz olduğunu göstərir. O zaman anlayırıq ki, sağlamlıq var dövlətdən də hər şeydən qiymətlidir. Gəlin bu növbətə görə sevinək, şükür edək, israf etməyək. Bu əmanəti, canımız da bizə əmanətdir. Əmanəti qoruyaq və həmçin xəstələri də unutmayaq. Ağrı ilə yaşayanları, səssizcə səbr edənləri, şəfa ümidi ilə dua edənləri, Allahım xəstə olanlara şəfa ver, ağrılarını yüngülləşdir, qəlblərinə səbir və ümid sal. Onların çəkdiyi dərdi, günahlarına kəffarə elə, onlar öz mərhəmətindən məhrum eyləmə. Biz isə sağlamlığa şükür, xəstəlikdə səbir, hər halda ey Rəbbim sənə yaxın bir qəlb nəsib eylə.